Yalan dünyada rüsvayçılıq, ahirətdə isə əzabdır. Həzrət Əli əleyhissalam buyurur, sizin qiymətiniz yalnız behişdir, özünüzü ondan ucuzuna satmayın. Kim özünü hesaba çəksə, səadətə yetişər. Məsləhət edən şəxs xatadan amanda qalar. Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar. Tövbə etmək qəlbləri paçlayır, günahları yuyur. Zülm və fəsad yolundan çəkinib, itaət yolunu tutun ki, ahirətdə xoşbəxt olasınız. Allahdan həya etmək bir çox günahları aradan aparır. Təqvalıların nəfsi qani, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmcindir. Dünya bulud kölgəsi və şirin yuxu kimidir. Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir. Danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı haramlardan gözləmək, xoş xasiyyət. Yalan dünyada rüsvayçılıq, ahirətdə isə əzabdır. Ağıl kamillik mərtəbəsinə çatanda danışıq qısalar.